Dekabrın 25-də yola düşən növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb. Bu mərhələdə Məmmədbəyli kəndinə 29 ailə 147 nəfər köçürülüb. Sakinlərə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Daha bir köç karvanı isə Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Xankəndi şəhərində, Ağdərə, Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə verilən məlumata görə bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb. Sakinlərə mənzillərin açarları təqdim edilib. Təqdim etmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidən qurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV.